أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين وعلى أهل بيته الأطيبين، سيما بقية الله في الأراضين، روح وأرواح العالمين لتراب مقدمه فداه، واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، عباد الله، أوصيكم ونفسي بتقوى الله وإدامة التفكر ونظم أمركم. بسم الله الرحمن الرحيم. إنا أعطيناك الكوثر فصل لربك وانحر إن şaniyeke huvel abtar. Sadaqallahul aliyyul azim. Allah bəndələri, əvvəl özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam-intizama, Allah bəyənən kimi düşünüb, Allah bəyənən kimi əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah hamımızı təqvalı bəndələrdən qərar versin. Allah-u Müteal zamana imamının zuhurunu tezləşdirsin, bizi o zuhura hazır olanlardan qərar versin, zuhuru yubadan günahlarımızı əff eləsin. Allah dünyamızı sülhə qovuştursun. Allah'ın verəm İzzət Cəlal hörmətinə dünyamızı, ölkəmizi müharibə bəlalarından, şər sahiblərinin şərrindən amanda saxlasın. Ölənlərimizin, şəhidlərimizin ruhun bu cümə bizdən şad eləsin. Qalanlarımızı salamət və əhl-i beyt yolunda sabit qədəm eləsin. Əziz qardaşlarım, böyüklərim, ağsaqqallarım və bacılar, eşidənlər məni, Allah bir daha cümənizi mübarək eləsin. Quran-ı Kərimdə 1400-dən artıq ayələr qiyamətdən danışır. Bizi qarşıda bir axirət həyatı gözləyir. Məcburən hamımız gedəcəyik. Və 1400-dən artıq axirətdən danışan, qiyamətdən danışan ayələrimiz var. Və qiyamət səhnəsini izah edən ayələr də bunlar. Və onun içərisində, o 1400 ayənin içində qiyamətə 70 ad gəlir. 70-dən artıq ad deyilib Quran-ı Kərimdə. Yevmul həsrət, yevmət tənad, yevmul qiyamə, belə 70 dənə qiyamətin adı gəlib Quran-ı Kərimdə. O adlardan biri də yevmut tənaddır. Nida günü, çağırış günü. Mövzumuzun da adı olsun çağırış günü. Kim kimi çağıracaq, necə çağıracaq? Quran-ı Kərimdə bu tənad sözü bir dəfə gəlib. Qiyamətin bir adı var, yevmut tənad, tənad günü, çağırış günü, o bir dəfə gəlib. Qafir surəsində 29-cu ayədə. Allah Təbarək və Teala Ali Fironun mömininin dilindən deyir bu ayəni. Musa Peyğəmbəri yığışırlar, plan çəkirlər, öldürsünlər, necə öldürsünlər? Musa Peyğəmbəri sevən, Allaha iman gətirən Ali Fironun içində bir dənə mömin var, iman sahibi var. Rivayət buyurur, Hizqildir. O qaydır bu sözləri, ya qavm, inni əxafu aleykum yevmət tənad. Ay cəmaat, mən sizin üçün çağırış günündən qorxuram. Bəs bu indi Musa Peyğəmbəri öldürdünüz, o çağırış günündə nə cavab verəcəksiniz? Niyə Quran qiyamətin bir adını tənad günü deyir, çağırış günü deyir? Niyə? Quranda çünki 6 yerdə axirətdə nidalardan danışır. 6 yerdə biri digərini çağıracaq. Mən o 6 yeri əgər təqdim eləyə bilsəm, xoş halıma. 6 yerdə. Birinci Quran-ı Kərimdə Müddəssir surəsində, mən bunları deyirəm, əgər qeyd eləyə bilsəz, bir yerdə yaddaşınızda gedib baxarsınız. Müddəssir surəsi 42-ci ayədə Müteal Allah buyurur, cənnət əhlinə Allah cəhənnəmdəkiləri göstərər. Cənnət əhli cəhənnəmdəkilərə soruşar. Ay cəhənnəmdəkilər, ma sələkəkum fi səqər, nida eləyirlər. Sizi cəhənnəmə nə saldı? Nə səbəb oldu cəhənnəmə düşdünüz? Onlar deyərlər, bizi 4 dənə günah cəhənnəmə saldı. Birincisi, ləm nəku minəl musəllin. Biz namaz qılmadıq dünyada. Namaz qılmasam da qəlbim təmiz olsun, söhbəti yerimir.
Quran, Müddəssir surəsi 42-dən üzü yuxarı ayələri oxuyarsınız. 42, 43, 48-ə qədər sayır onları. Allah Teala buyurur, onlar deyərlər, cəhənnəmdəkilər deyər, biz namaz qılmadıq. Sən demə elə namaz qılmamaq təkcə kifayət eləyir adam cəhənnəmə düşsün. Allah göstərməsin. Namaz qılmadıq. Niyə namaz bu qədər önəmlidir? Mən bunun üstündə bir dəqiqə dayanım. Çünki namaz olmayanda, namazı ki qoydun kənara, bütün günahlar gəlir. Mən nəyə də əsasən deyirəm, özümdən deyirəm, bu Ramazan ayı Quranın baharıdır. Biraz Quran ayələri bugün sizə təqdim edəcəm, özümə sonra sizə. Mütəal Allah Məryəm surəsi 59-cu ayədə xahiş edirəm, diqqətlə qulaq asın. Məryəm surəsi 59-cu ayədə Mütəal Allah buyurur: "Və xələfə min ba'dihim xalfun əzâ'us salat vəttəba'uş şəhəvat və səvfə yulqavna qayya." Onların dalınca bir dəstə cəmaat, bir dəstə qovm, yəni bir nəsil dəyişdi, digər bir nəsil gəldi. Birinci işləri bunların namazı zayi elədilər. Namaz bir cəmiyyətdə zay olduğunu olar. Vəttəbə'uş şəhəvat. Namaz yığışdırıldı cəmiyyətdən, insanlar başlayır şəhvətin qulu olmağa. Nəfs nə dedi odur. Və səvfə yulqavna qayya. Namazı yığışdırıb şəhvətin dalınca gedəndə tezliklə öz azğınlıqlarının cəzasını və bəlasını çəkəcəklər. Namaz yığışdırıldı cəmiyyətdən, günah dünyası açılır. Sən demə, namaz, Quran-ı Kərim, Ənkabut surəsi 45-ci ayə namazın tərifini deyir. Ennəs salətə tənha anil fəhşai vəl munkar və la zikrullah əkbər və Allahu ya'lemu ma təsnaun. Namaz pislikdən və çirkinlikdən çəkindirəndir. Və Allahın böyük zikridir. Allah bilir neyinirsiniz. İnsanları pislikdən çəkindirən dərmanın adı namazdır. Namaz olmayanda pisliklə ara açılır. Namaz qılan, məsələn, şərab içməz. Amma namaz qılmayanı istənilən vaxt istənilən günaha aparmaq olar. Allah Təbarək və Teala Quran-ı Kərimdə Məaric surəsi, deyirəm Qurandan sizə, ancaq bugün Quran danışacağım. 19-dan 35-ə qədər olan ayələri oxuyarsınız. Məaric surəsi 19-dan 35-ə qədər. Allah Təbarək və Teala mənfi insanların sifətini başlayır saymağa. İnnəl insana xuliqə həlua İzə məssəhuş şərru cəzua Fə izə məssəhul xeyrun mənua İlləl musəllin əlləzinə hum alə salatihim daim. Allah Teala buyurur, insan hövsələsiz yaradılıb. Necə yəni hövsələsiz? Elə ki ona bir şər toxunanda, bir çətinliyə düşəndə başlayır cəzə-fəzə eləmək, zırıldamağa. Ay, niyə belə oldu? Niyə mənim başıma gəldi? Məndən başqa. Başlayır gileylənməyə. Elə ki xeyrə çatdı, əlinə bir şey gəldi, mənu. Da heç kimə vermə, elə bunu mən üçün götürüb. İnsan budur. Zərərə düşəndə başlayır onun üçün ağlamağa. Əlinə bir xeyr gələn kimi deyir, elə mənimdir, qutardı. Deyir, bu sifətdən kim uzaqdır? Elləl musəllin. Allah bir namaz qılanlar belə eləməz. Hansı namaz qılanlar? Məsciddə namaz qılsın, ziyarətdə namaz qılsın, gəlsin evinə qatlasın. Yox, Allah buyurur, əlləzinəhum alə salatihim daimin. Daimi namaz qılanlar bu sifətdən uzaq. Çünki Allahı tanıyırlar, Allahın hesab kitabları var, belə eləməzlər. Birinci nida eləyən, təzə gələn qardaşlarım eşitsinlər. Dedim, 6 dənə nida var Quranda. Birincisi, cənnətdəkilər nida elədi, cəhənnəmdəkilər niyə düşürsünüz? Dedilər, biz 4 günah eləmişik. Birincisi, namaz qılmamışıq. İkinci, nə günah eləyibsiniz? Ləm nəkunu tu'mul miskin. Biz yoxsullara yemək verməmişik dünyada. Qardaşlarım, mən deyərdim, Allah Rəsulü buyurur, dəvənin belində o suhan olur, o piy olur. Onu bıçaq asan kəsir, piy qatıdır. Allah Rəsulü buyurur, yoxsula yemək verməyin savabı insana o bıçağın o belindəki, dəvənin belindəki piyə getməsindən də sürətli gəlir insana. Allah 1-ə 10 əvəzin verir. Ramazan ayında iftar vaxtı bəzən belə bir dənə parazit sözlər deyirlər. Deyirlər ki, əşin nə var, filankəsləri yığıb yemək verir, yoxsulları yığıb verər də. Bu Ramazana aid deyil, qoy bunu mötərəzə cümləsi deyim. Sən ümumi il boyu, elə Ramazanda da yoxsulları çalış, nəzərində saxla. Amma Ramazan ayı elə hamı iftara qədər acdır da, o varlı da olsa elə iftar, Peyğəmbər iftar verməyin ayrı cür savabını bizə çatdırıb. Yəni burada
seçim düzgün deyil. Ümumiyyətlə il boyu yoxsullardan söhbət gedir. Sonra üçüncü, kunna nəxudu ma'al xaizin. Biz dünyada batil insanlarla oturub dururduq. Pis adamlarla oturub dururduq. Günaha bulaşmış adamlarla oturub dururduq. Ərəb dilinin zənginliyindən biri budur. Sözlər zidləri ilə tanınır. Biri favz var, biri xavz var. Favz feyzə çatmaq. Əli əleyhissalam buyurur, fuztu və rabbil Kəbə. And olsun Kəbənin Allahına ki, mən feyzə çatdım. Heç bir zərər eləmədən savabın özünə, nicatın özünə, saadətin özünə, xoşbəxtliyin özünə çatdım. Buna deyirlər feyz. Amma xavz əksidir, bədbəxtlərlə, günaha bulaşmışlarla dünyada ox. İnsanın yoldaşları, insanın ahirətin təyinləyir. Ona görə gərək oturub durduğun adamlara fikir verəsən. Və kunna nukəzzibu biyevmiddin. Niyə cəhənnəmə düşdünüz? Biz dünyada qiyamət günün təkzib elədik. 4 dənə günah. Cənnət əhəllərindən, cəhənnəm əhəllərindən arasında söhbət bu 4 dənədir. İkinci nida. Niyə? İkinci hardadır nida? Quranın müşkül, çətin ayələrindəndir. Əraf surəsindədir. Bu surə, bu ayəyə görə Əraf adlanıb. Əraf sözünün mən lüğətdə mənasına baxdım. Niyə bu surəyə Əraf deyilir və Əraf nədir? Əraf, xorozun başındakı pipiyə ərəblər Əraf deyir. Yəni, xorozun bədənindən ən hündür yeri odur. Atın başının ortasında o yelkəninə, o tükünə Əraf deyirlər. Ümumiyyətlə uca yerə Əraf deyirlər. Və qiyamətdə, axirət evində Əraf adlı bir yer var. O cənnətlə cəhənnəmin arasındadır. Uca yerdir. Cənnətdə görsənir oradan, cəhənnəm də görsənir oradan. Əraf surəsi Allah təbarək və təala Ərafdan danışır deyə o məskəndən, o məkandan danışdığına görə bu surənin adı Ərafdır. Burada neçə dənə ayələr var, nida ayələri. Mən dedim, axı, qiyamətin bir adı nida, çağırış günüdür. Çağırış ayələri var. Görək kim kimi çağırır. Bir də Ərafın barəsində bir sıra hədislər oxuyacam sizə. Qoy birini oxuyum, sonra Quranda ayələr. Həzrəti Peyğəmbər buyur, ya Əli, innəkə vəl-əvsiyai min ba'dik, ərafun beynəl cənnəti və nar. Ya Əli, o Əraf, o cənnətlə cəhənnəmin arasındakı Əraf sənsən və mənim səndən sonraki 11 dənə vəsimdir. Bu nə hədisdir? Bunun mənasını izah edəcəm inşallah. Belə bir 10 dənə hədisimiz var. Birinci, qardaşlarım, əzizlərim, deməli, Əraf surəsi 46-dan başlayaq. 46-cı ay yerlərini deyirəm, demişəm, bugün inşallah sizə Quranın ayələrindən dərdimizə bugün üçün əhəmiyyətli olan ayələri sizə çatdıracam inşallah. Müteala Allah buyurur, Beynəhuma hicabun və aləl əraf ricalun ya'rifunə kullən bisimahum və nadu əshabəl cənnə ən selamun aleykum ləm yədxuluha və hum yətməun. Əraf surəsi 46-cı ayə. Deyir, cənnətlə cəhənnəm arasında bir pərdə var, hicab var. Yəni, bu onu görmür, o bunu görmür. Amma aləl əraf, Ərafın üstündə o hündür yerdə ricalun. Ay, Peyğəmbər və əhl-i beytin qəbul eləməyənlər. Ay, Quran bizə bəsdir deyənlər. Quran, Əraf surəsi 46-cı ayədə buyurur. Aləl əraf, Ərafın üzərində ricalun, kişilər dayanıb. Yenə deyirəm, Əraf 46. Ərafın o cənnətlə cəhənnəmin arasında hündür yerdə bir kişilər dayanıb. Ya'rifunə kullən bisimahum. Gələn cəmaatı simalarından, üzlərindən tanıyırlar. Kim günahkardır, kim cənnət əhlidir, kim cəhənnəm əhlidir tanıyırlar. Və nadu əshabəl cənnə. Allah demir, mən deyirəm. Deyir, həmin o Ərafda dayanan kişilər cəmaatın içindən cənnət əhlilərin çağırarlar. Nidadır, sözümüz bugün çağırışdır. Çağırarlar, cənnət əhliləri. Salamun aleykum. Hələ onlar cənnətə keçməyib. Ləm yədxuluha və hum yətməun. O adamlar cəmaatın içindədir, gözləyirlər, tamahları var cənnəti. Amma o Ərafda duran kişi onlara cəmaatın içində deyər, salamun aleykum. Cənnət əhlini tanıyır. Nədən tanıyır, kim dedim, necə dedim? Demək, qorxma. Simalarından. Dünyada tanınmır, dünyada günahkarla
günah əhli olmayan tanınmır. Hələ burada tanınır. Orada deyirəm, bir dəstə kişi olacaq, onlar tanıyacaq. Peyğəmbərimiz buyurur, onlar mən və mənim əhl-i beytimdir. Əraf 46. Allah buyurur, orada kişilər dayanacaq. Sadə. Bu bir. İkincisi, müteal Allah. Əraf suresi 48-ci ayədə buyurur. Və nadə əshabul əraf ricalən ya'rifunəhum bisimahum qalu ma əqnə ankum cəm'ukum və ma kuntum təstəkbirun. O cənnət əhlinə salam verirlər, dönərlər cəhənnəmli cəmaata deyərlər. Deyir, əraf əhli nida eləyər o kişilər ki, onları tanıyırlar simalarından. Deyərlər, sizi nə topladığınız var dövlətiz görürsünüz, nicat vermədi, varlı eləmədi. Nə də o dünyada loğalarınızda mən buyam, mən böyüyəm. Nə o böyülük göstərməyiz, cəmaata özü böyük göstərirsiniz, o fayda vermədi. Nə də topladığınız var dövlət. Görürsünüz, cəhənnəmə gedirsiniz. Əraf əhli, bayaq kimin ida eləmişdi? Cənnət əhəlləri. İndi cəhənnəm əhəllərindədir. Üçüncü yer, Əhəuləillədin əqsəmtum la yenaluhumullah bi rəhmətin udxulul cənnə la xavfun aleykum və la entum tahzanun. İndi qaydar ikisinə deyər, ay cəhənnəmli olanlar, sizdiz and içərək deyərdiniz ki, bu möminlərə deyərdiniz, bunlar Allah heç bunlara mərhəmət eləməyəcək, amma indi baxın bunlara Allahın mərhəmətini. Gəlin keçin cənnət, ay cənnət əhli, sizin üçün nə qorxu var, nə hüzün, qəm qüssə var. Gəlin keçin. Bu ikinci yerimiz deməli, əraf əhlinin, cənnət və cəhənnəm əhlilərin çağırmasından söhbət gedir. İkinci nida budur. Allah lütf eləsin inşallah, bu 6 dənə yeri çatdıram sizə. İmam Baqir əleyhissalam buyurur, bu hədislərdən də ikisindeyim, əraf üzərində olan kişilər, Əraf suresi 46-cı ayda olan rical kişilər, Peyğəmbər və əhl-i beytidir aleyhimussalam. Onlar insanları iman və nifaq nişanələrindən tanıyarlar. Biz tanıyarıq. İmam Sadiq aleyhissalam buyuruyor, Nəhnul a'raf, əllezine la ya'rifullah illa bisəbili ma'rifətina və nəhnul a'raf ya'rifunallah yevməl qiyamə aləs-sirat. Əraf bizi, İmam Sadiq aleyhissalam buyurur. Allah yalnız bizi tanımaqla tanınar. Kim bizi tanıdısa Allah'ı tanıyar. Və biz ərafıq ki, qiyamətin günündə, siratın üzərində Allah bizim vasitəmizlə tanıyar və tanıttırar cəmaatı. Biz ərafıq, Allah bizim vasitəmizlə tanıdar. Və nəhnullezine la yedxulul cənnə illa mən arafəna və arafnahu və la yedxulun nar illa mən ənkərəna və ənkərnahu. Bu təfsir bürhandandır bu hədis oxuduğum. Bu təfsir bürhana baxdım. Bu ayənin Əraf surəsinin 46, 47, 48, 49, 50-yə qədər olan ayələrin təfsirində bunu gətirib. İmam buyurur, biz o şəxsləri ki, həmin siratın üzərində Ərafda bizi tanıyanları və bizim tanıdığımız adamlar yalnız cənnətə daxillar. Və biz o şəxslər ərafıq ki, bizi inkar eləyənlər və bizim inkar elədiklərimizdən başqa cəhənnəmə heç kim daxil olmaz. Qur'anda simadan insanların tanınmağı barəsində, şülallah internet dövrdə, yoğraful, mucrimunə tanınır, Qur'anda tanınma, simadan tanınma, belə bir ayələr gəldi. Bəqərə 273, Muhammed suresi sallallahu aleyhi ve sellem 30, Rəhman suresi 41 və bir sıra ayələr insanlar simalarından tanınar. İç vurur çölə də. Hədisdə var, insanlar 3 dəstədirlər, qardaşlarım. Biri cənnət əhli, biri cəhənnəm əhli, biri də əraf əhli, ortada qalanlar. Cənnətdəkilər üçün əraf cəhənnəmdir, cəhənnəmdəkilər üçün əraf cənnətdir. Cənnətdəkilər deyir, nə yaxşı biz ərafda dayanmadıq. Cəhənnəmdəkilər deyir, kaş biz ərafda qalardıq. Bəli. Üçüncü nida, ikisini dedim, üçüncü nida. Əraf 50-də. Əraf 50-də nidadır. Və nadə əshabun nar, əshabəl cənnə, ənəfidu aleynə minəl ma, əv mimma razaqakumullah, qalu ennəmə harraməhum aləl kafiri. Cəhənnəm əhli cənnətdəkiləri görər. Bayaq dedim, cənnətdəkilər çağırır cəhənnəmdəkiləri. İndi cəhənnəmdəkilər cənnətdəkilərə baxıb deyərlər,
Ənəfidhu aleynə minəl ma. Bizə bir içim su verin. Bizə bir içim su verin. Ya Allah sizə verdiyi ruzilərdən bizə verin. Cənnət əhliləri cəhənnəmdəkilərə deyərlər, verə bilmərik. Niyə? Çünki Allah bunu sizə, bu cənnət neymətlərini sizə haram eləyib. Necə versin Allah? Necə versin İmam Hüseyni susuz öldürənlərə? Əli Əsqəri susuz oxulayanlara necə cənnətdə bir içim su versin? Ha? Belə deyərlər, cəhənnəmdəkilər nida eləyərlər, üçüncü nida budur. Dördüncü nida, münafiqlərin nidası. Yəqulul münafiqunə vəl münafiqat lilləzinə amenu və unduruna nəktəbiz min nurikum qilərci'u vərəəkum فَالْتَمِسُوا نُورًا فَضُرِبَ بَيْنَهُمْ بِسُورٍ لَهُ بَابٌ بَاطِنَهُ فِيهِ الرَّحْمَةُ وَظَاهِرُهُ مِنْ قِبَلِهِ الْعَذَابُ. Hədid surəsi 13-cü ayə. Dördüncü nida münafiqlər nida eləyərlər. İkiyüzlülər, nə mömindir, nə kafir. Qiyamət günü münafiq kişi və münafiq qadınlar möminlərə deyəcəklər, bizə də baxın. Nuruzdan qayıdın bizə, qoy o nuruzdan biz biraz götürək, nuruzdan. Onlara deyiləcək, qayıdın arxaya, özünüz üçün nur axtarın. Sonra onların arasına qapısı olan bir sədd çəkilər, onun iç tərəfində rəhmət, çöl tərəfində əzab olar. Münafiqlərə tərəf əzab, möminlərə tərəf rəhmət. Möminlərdən nur dilənərlər, nur. İnşallah Qədr gecəsi, birinci Qədr gecəsində nurun nə olduğunu inşallah izah eləyərək. O mövzumuz nur mövzusudur. Allah tövfiq versin inşallah. Münafiqlər deyərlər, indi 13-cü ayə buydu, 14-cü ayə. Deyərlər, yunadunəhum, yenə nidadan söhbət edir. Yenə çağırarlar möminləri. Ələm نكن معكم قالوا بلى ولكنكم فتنتم أنفسكم وتربصتم وارتبتم وغرتكم الأماني حتى جاء أمر الله وغركم بالله الغرور. Deyərlər, bəs siz axı bizlə elə bir yerdeydiniz, dünyada elə bir yerdə məscidə gedirdik, bir yerdə məclislərə gedirdik, bəs bir yerdə deyildik. Niyə siz cənnətə getdiniz, biz cəhənnəmə? Münafiqlər möminlərə deyərlər. Niyə belə oldu? Möminlər deyərlər, siz 5 dənə səhvə yol verdiniz. Birincisi, patantum enfusukum, öz-özünüzü aldatdınız. Elə bildiniz Allahı, möminləri aldadırsınız. İkiyüzlü eləməklə öz-özünüzü aldatdınız. Və tarabbastum, oturdunuz, gözlədiniz Allah, bu möminə nə vaxt bir zərər dəyər, mən də sevinərəm. Münafiqin sifətidir. Möminə zərər dəyəndə sevinər. Vartabtum, bir də şübhə ilə yanaşdınız, yəqinlə olmadı. Qarratkumul əmani. Allahın əmri gələnə də xəyallar sizi aldatdı və toğlayan şeytan Allah barəsində sizi yaman aldatdı. Allaha hilə, Peyğəmbər bir gün dedi, Allaha hilə gəlməyin, ay cəmaat. Həzrət dedilər, ya Rasulullah, Allaha necə hilə gəlməyə, yəni bu nə deməkdir? Həzrət burada əməllərinizdə riyakarlıq eləməyin, cəmaata görə əməl eləməyin, Allaha görə əməl eləyin. O cəmaata görə əməl eləyən özünü aldadır. Allahümmə salli Muhammed. Mənə kömək eləsəyiz sayarıq. Birinci nida, 6 dənə nida demişəm, çağırış demişəm. Birinci nida cənnətdəkilər, cəhənnəmdəkiləri çağırdılar. Düzdür. İkincisini kim deyər? Əhsən, Ərafdakılar cənnətdəkilərə salam verdilər. Sonra cəhənnəmdəkilərə dedilər. Üçüncü nida, cəhənnəmdəkilər cənnətdəkilərdən su istədilər, ruzi istədilər və nəhayət, dördün dediyi bu beşincisi. Beşincisi budur, qaləllədinə finnar li xəzənəti cəhənnəm üdü rabbəkum yuxaffifə annə yəvmən minəl əzab. Qafir surəsi 49-cu ayə. Cəhənnəmdəkilər cəhənnəmin üstündə dayanan keşikçi mələklərə deyərlər. Deyərlər ki, cəhənnəm mələkləri, Rəbbimizə deyin, əzabdan bizə bir gündə olsa bizə möhlət versin. Bir günlük bu cəhənnəmdən bizi çıxarsın. Qalu, əvələm təku tə'tikum rusulukum bil-bəyyinat, qalu bələ, qalu fəd'u və ma duaul kafirini illə fidəlal. Qafir surəsi 50-ci ayə. Allah Teala buyurur, cəhənnəmdəkilər, cəhənnəm mələklərinə deyərlər, Allaha deyin, bizə bir günlük bu əzabdan çıxış versin. Qaydı mələklər deyərlər,
Allah sizə dəlillərlə peyğəmbərlər göndərmədi, deyərlər göndərdilər. Deyir onda sizin çağırışınız zəlalətdən başqa bir şey deyil. Boşdur sizin çağırışınız. Nə qədər çağırsanız boşdur. 5-ci çağırış budur. Nəhayət, çünki həmin günü hesab günüdür, əməl günü deyil. Bu gün bu dünyada əməl günüdür, hesab günü deyil. Orada hesab olacaq, əməl olmayacaq. 6-cı nida, cəhənnəmliklər özü nida eləyər Allahı çağırarlar. Quran-ı Kərim, Möminun surəsi 107-ci ayə. Rəbbənə əxricna minha fəin udna fəinnə zalimun. Allahım, ey bizim Rəbbimiz, bizi bu cəhənnəmdən çıxart. Biz çıxsaq başa düşdük də özümüzə zülm eləmişik. Qalə xsəv fiyhə və la tükəllimuni. Allah Teala buyurar, zəlil olan halda qalın cəhənnəmdə mənlə danışmayın, məni çağırmayın. Hədi bu 6 dənə yer Qurandan çağırışlardır ki, sizə ərz elədim. 2 dənə xırda hədislə sözümü qurtardım. Hədislərdə isə baxdım nə qədər çağırışlar var. O çağırışlardan biri, qiyam Peyğəmbərimiz buyurur, Yunada əynə ciranullah. Cəmaata deyirlər, hardadır Allahın qonşuları? Allahın qonşuları hardadır? Deyərlər, nəhnu. Bir dəstə başın qaldırır, deyər, bizik. Nəyə görə siz Allahın qonşuları adlandırırsınız? Əl-mütəhabbunə lillah. Biz bir-birimizi sevdiyi Allaha görə. Sevgimizin qayəsində Allah dayandı. Əl-mütəbadinunə fillah. Bizim xərcləməyimiz Allaha görə oldu, başqasına görə yox. Allaha görə sevdik, Allaha görə bəzl elədik, ihsan elədik. Vəl-mütəzavirunə fillah. Biz bir-birimizi ziyarət elədik, yalnız Allaha görə. Bizim əməllərimizin başında Allah dayandı və ummari məsacidəllah. Biz Allahın qonşusu ona görə olduq ki, biz Allahın evlərini qoymadıq boş qalmağa. Abad elədik, abad. Getdik məscidlərin dərdinə dəydik. Qapısı məscidin qapısına yaxın olan adama tövfiqat yoxdur, gələ bilir məscidə. Allah buyurur, məscid mənim evlərimi abad eləyənlər mənim qonşularımdır. Əli əleyhissalam buyurur, bu kəlamla qurtaraq sözümüzü, Yunadi kul inna lillahi mələkən yunadi kullə yavm lidu lil mavt və bunu lil xarab və cma'u lil fəna. Allahın bir mələki var, hər gün insanları çağırar, nida eləyər, deyər, doğulun ölməkdən ötürü, tikin xaraba qalmaqdan ötürü, toplayın, qazanın, puç olmaqdan ötürü. Allah'a and verirəm İzzət-i Cəlalı hörmətinə, tənad günü, nida günü, çağırış günü Allah bizi o salam alanlardan qərar versin. Allah bizi cənnət əhli qərar versin. Allah dünya və ahirətimizi abad eləsin. Ölənlərimizin, şəhidlərimizin ruhun bu cümə bizdən şad eləsin. Qalanlarımızı səlamət və əhl-i beyt yolunda sabit qədəm eləsin. Bismillahirrahmanirrahim. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ. صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ.